YouTube, Instagram ve TikTok hesablarımı takip edip videoları beğenip dostlarınızla paylaşmayı unutmayın. Noyabrın 23'ü Güvən blok imtahanı salmış. Sual izahına baxaq. Bərabərsizliyin tam həllərinin sayını tap. Modul bərabərsizlik necə həll edilir? X çıx 7 böl 3 yerləşəcək -2 ilə 2 arasında. İndi biz burada x-in qiymətini tapmalıyıq. Yəni x hansı aralıqda yerləşir tapmalıyıq. Buna görə böl 3 məsələn yazıblar. Onda biz bu məxrəcdəki 3-ü yoxa çıxarmaq üçün hər tərəfi 3-ə vuracağıq. Olacaq -6 kiçik x çıx 7, o da kiçik 6. Sonra da ortada biz x-i saxlamaq istəyirik. Məqsədimiz budur. O səbəbdən hər tərəfə 7 əlavə edəcəyik. -6-ın üstünə 7 1, 6-ın üstünə 7 13. Bərabərsizliyin tam həllərinin sayını tap. Yəni x-in ödəyə biləcəyi qiymətlər 2, 3, 4 ta ki 12-dir. Burada da saysaz əgər 11 dənə tam həll var. Düzgün cavab D variantıdır.